Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ucarda zəncirvari qəza olub, xəsarət alanlar var. Xəbərə görə hadisə gündüz saatlarında rayonun Heydər prospektində baş verib. Prospektdə hərəkətdə olan VAZ 2106, VAZ 2107 və Ford markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri 1979-cu il təvəllüdlü Gülbəniz Eldar qızı Seyfullayeva, bacısı 1972-ci il təvəllüdlü Aybəniz Eldar qızı Məmmədova, 1998-ci il təvəllüdlü Hüseyn Bəxtiyaroğlu Xəlilov və Göyçay rayon sakini 1964-cü il təvəllüdlü İntiqam Kərimoğlu İsmailov müxtəlif xəsarətlərlə Ucar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.